Sənin möhrəklərin düzgün işləmir. Buna görə də gözlərinin altı qaralır, sallaşaraq torbalaşma gedir. Ayaqların şişməyə başlayır. Sidiyə getdiyin zaman yanma, göynəmə, ağrı hissləri səni narahat eləyir. Bunun başlıca səbəblərindən biri böyrəklərinizin özünü təmizləmə funksiyasını itirməsidir. Digər əsas səbəbi isə sidik kisəsi və sidik yollarının iltihabı və infeksiyasıdır. Bu kimi hallardan necə qurtula bilərsiniz, onu sizlərə izah edəcəm. İlk növbədə səhifəni takip edib, videonu bəyənib paylaşaq ki, ehtiyacı olan digər insanların da qarşısına çıxsın və mənə diqqətlə qulaq asın. Deməli, nə edirsiniz? Yaxınlaşırsınız apteklərə, Diurines tablet qalırsınız. Bu tabletkanı gün ərzində 2 dəfə atmağınız kifayət edəcək ki, sadalanan bütün bu problemlərin hər birinə son qoymuş ola biləsiniz. Heç bir əks təsiri yoxdur, heç bir asıllıq yaratmır, tam bitkilərdən kombinə olunmuş preparatdır. Ən böyük üstünlüyü də hamilə qadınların və şəkər xəstələrinin də rahatlıqla istifadə edə bilməsidir. Ölkənin bütün apteklərindən əldə etmək mümkündür. Əlavə suallarınız yaranarsa, rəylər bölməsində qeyd etməyi unutmayın.